Abituriyentlərin səhv etdiyi mövzulardan biri də, sual tiplərindən biri də və imtahana düşən suallardan biri olan məchul növdə olan düzgün cümləni seç tipli suallardır. Bu sualları yazarkən 3 şeyə fikir verməliyik. Birinci o olmalıdır ki, köməkçi feil, strukturumuz köməkçi feil üstəgəl participle to olmalıdır. Yəni, variantımızda am, is, are üstəgəl participle to, was və üstəgəl participle to, have, has, had varsa bunlardan sonra been və participle to olmalıdır. Davam edici zamansa mütləq being olmalıdır. Və will görəcəksə will-in yanında will be participle to olmalıdır. İkinci, cümlə zera ilə başlaya bilməsi. Əgər cümlənin əvvəlində zera, they was, they were, they will be və ya bu tipli cümlə strukturları gördükdə onlara çıxmalıyıq. Çünki bunlar passive voice sayılmır. Üçüncü isə cümlənin sonunda sifət gələ bilməz. Məsələn, was the meeting held at your office important? Burada cümlənin axırında important'ı görən kimi bilirəm sifətdir. Ona görə də bu variantı tez çıxmalıyam ki, bu cümlə passive voice-də, yəni məchul növdə deyil.